Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün növbəti 18 iyun sertifikasiya suallarını paylaşım edəcəm və paylaşıma keçid almadan öncə qeyd edim ki, müsahibə qruplarımıza qoşulmaq üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb müsahibə dərslərimizə qoşula bilərsiniz. Və qeyd edim ki, digər 2025-ci ildə də 250-dən çox birinci şans müəllim müsahibədə uğur qazanmışdı və həmçinin 50-dən çox ikinci şans müəllimlərimiz müsahibədən bizimlə uğur qazanmışdı. Sizlər də uğura imza atmaq istəyirsinizsə, o zaman qeyd olunan nömrə ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Və keçid alırıq sualların izahına. Deməli, müəllimlər, imtahandan çıxan müəllimlərimiz olub, bəli, 54, 52 bu formada bal toplayan müəllimlərimiz olub. Və müəllimlərin yadında qalan suallar bizimlə paylaşım ediblər və onların əsasında bu sualları bu cür təqdim edirik. Yəni, yadda qalanları bu formata salıb sizlərə təqdim edirik. Əslində, qeyri-ixtiyari hər hansısa bir yerdə dəyişiklik ola bilər. Bunları nəzərə almanızı istərdim. Və keçid alırıq sualımıza. Birinci sualda sinifdə bir şagirdin mütəmadi olaraq digər həmyaşıdları tərəfindən bullyingə məruz qaldığını müəyyən edən müəllimin ən doğru və etik yanaşması hansıdır? Bəli, artıq günlərdir müəllimlərə deyirəm ki, bullying mövzusundan mütləq şəkildə imtahana sualınız düşəcək. Və həmçinin də digər, məsələn, taksonomiyadır, inteqrasiyadır, qiymətləndirmə mövzusudur, müəllim-şagird, müəllim-valideyn münasibətləridir, sinifin idarə edilməsi, orada prosedur gözlənti qaydalardan günlərdir artıq müəllimlərə qeyd edirəm. Hətta diferensial təlim, inklüziv təhsili də qeyd etmişəm. Yəni, bunlardan sual düşə bilər digər günlərdə də müəllimlərə. Və baxaq bu suala, variantlara. Deməli, A-da deyir ki, bullyingi dərhal dayandırmaq, tərəflərlə fərdi söhbətlər aparmaq, məktəb psixoloqunu və valideynləri prosesə cəlb edərək təhlükəsiz mühit yaratmaq. Bəli, elə ən doğru variant da budur. Çünki tərəflərlə fərdi söhbət aparıb, niyə bu baş verdiyini müəyyən etməliyik daha sonra. Keçid alırıq digərinə. Müəllim şagirdlərə tapşırır ki, rənglər haqqında araşdırma aparsınlar və eyni zamanda bu rəngləri insan xarakteri ilə uyğunlaşdırıb öyrənsinlər. Müəllim burada inteqrasiyanın hansı növündən istifadə etmişdir? Bəli, bir gün öncədən müəllimlərə qeyd etmişdim. Müəllimlər, sizlərə fənlər arası inteqrasiyadan düşəcək. Çünki təsviri incəsənət fənni daha çox fənlər arası inteqrasiya düşür burada və bu sualın da əlbəttə cavabı fənlər arasıdır. Çünki müəllim araşdırma aparmalarını istəyir rənglər haqqında. Eyni zamanda bu rəngləri insan xarakteri ilə uyğunlaşdırıb öyrənmələrini istəyir. İnsan xarakteri, bu deməli psixologiya, həyat bilgisi, ümumiyyətlə digər fənlərlə əlaqəlidir. Ona görə də fənlər arası inteqrasiya olmuş olacaq. Və keçid alıram digər suala. Məktəbdə bullyingin qarşısını almaq və təhlükəsiz mühit yaratmaq üçün həyata keçirilən preventiv tədbirlərlə bağlı variantlardan hansı yanlışdır? Bullyingi vaxtında müəyyən etmək üçün məktəbdə şagirdin özünü sərbəst ifadə edə biləcəyi təhlükəsiz və azad mühit yaradılmalıdır. Bəli, doğrudur. Digər deməli, baxırıq. Burada deməli, digərində şagirdlərin şəxsi portfolyolarının yaradılması və esse yazmaq kimi yaradıcı fəaliyyətlər onların emosional vəziyyətini anlamağa kömək edir. Bəli, bu da doğrudur. Bullyinglə mübarizədə yalnız sinif rəhbəri məsuliyyət daşır. Xeyr, yalnız sinif rəhbəri deyil, həmçinin bütün məktəb kollektivi, hətta texniki işçilərdən tutmuş, digər rəhbərliyə qədər hər kəs burada məsuliyyət daşıyır, hər kəs əməkdaşlıq formasında, yəni bir-birinə dəstək olmalıdır. Elə C variantıdır. Digərlərinə baxmıram, çünki 15:00-da canlı dərsimiz olacaq. Bəli, bugünün suallarını orada müzakirə edəcəyik. O baxımdan da tez bir zamanda izahı vermək istəyirəm. Və keçid alırıq digərinə. Summativ qiymətləndirmənin əsas xüsusiyyətlərinə dair verilmiş fikirlərdən hansı doğrudur? Burada təlim nailiyyətlərinin qiymətləndirməsinə yönəlmişdir və nəticələr sinif jurnalında yazılır. Summativ qiymətləndirmə, bəli, sinif jurnalında nəticəsi yazılır. Təlim nailiyyətlərinin qiymətləndirməsinə yönəlib və şagirdə yeganə qiymətləndirmədir ki, kəmiyyətlə qiymət yazılır burada da.
Məsələn, B-də deyir inkişaf, gündəlik inkişafını izləyir. Bu formativdir. Yalnız şagirdin psixoloji vəziyyət və sosial bacarıqlarını, xeyr, bu da deyil. Təlimin əvvəlində şagirdin mövcud bilik və bacarıqlarını yoxlamaq üçün keçirilir. Bu da diaqnostik qiymətləndirmədir. Ona görə doğru cavab A variantı olmuş olacaq. Keçid alırıq digər sualımıza. Şagird dərsə gecikir. Müəllimdən icazə istəyir və izahat verir ki, bu da dərsin pozulmasına səbəb olur. Bu problemin əsas səbəbi nədir? Deməli, burada dərsin maraqsız keçməsi şagirdin gecikməsinə şərait yaradır. Xeyr, şagirdin intizamsız və hörmətsiz olması bu da olmayacaq. Məktəb rəhbərliyinin gecikmələrlə bağlı ciddi cəza tədbirləri ümumiyyətlə olmamalıdır. Müəllimin gecikmə halı ilə bağlı müəyyən olunmuş prosedurunun olmaması. Bəli, elə doğru cavab da budur. Çünki biz ötən dərslərimizdə də, ödənişsiz təlimlərimizdə də dedim ki, iki cür yanaşma var. Reaktiv yanaşma və proaktiv yanaşma. Proaktiv müəllimin öncədən gözlənti, prosedur və qaydaları mütləq ki olmalıdır. Və keçid alırıq digər 6-cı sualımıza. Deməli, burada da effektiv sinif idarə etməsində gecikən şagirdin dərsi pozmaması üçün müəllim hansı addımı atmalıdır? Gecikən şagirdi sinifə buraxmamalıdır. Xeyr, yanlışdır. Sinif qarşısında şagirdin gecikmə səbəbini, xeyr, burada sağlam psixoloji mühit pozulacaq. Bu da olmayacaq. Öncədən elan edilmiş və məşq etdirilmiş gecikmə prosedurunu, bəli, tətbiq etdirməlidir. Burada da mütləq ki, buna da bir prosedurumuz olmalıdır. Sinifdə bullying halı müşahidə edildikdə müəllimin düzgün mövqeyi hansıdır? Zərər çəkən şagirdin valideyninə demək ki, uşağını başqa məktəbə aparsın. Xeyr, bu yol verilməzdir. Ümumiyyətlə, ilk olaraq valideynlə söhbət aparılmamalıdır daha doğrusu. Sonra digərinə baxırıq. Şagirdləri maarifləndirmək və məktəb psixoloqu ilə əməkdaşlıq etmək, bəli, elə bu olacaq. İlk olaraq şagirdləri maarifləndirmək lazımdır. Daha sonra psixoloqu ilə əməkdaşlıq etmək. Digər baxırıq, bullyinglə mübarizədə şagirdlərin maarifləndirilməsi dedikdə nəzərdə tutulur. Zoraki davranış nümayiş etdirən şagirdləri sinifdən kənarlaşdırmaq, hər gün şagirdlərə bullying haqqında testlər etdirmək, şagirdlərə yalnız intizam qaydalarını əzbərlətmək. Deməli, burada əlbəttə ki, bu da olmayacaq. Bizdə doğru olanı istəyir. Bullyingin növləri, fəsadlar və qarşılıqlı hörmətin önəmi haqqında əlbəttə ki, söhbətlər aparmaq olmuş olacaq. Digər baxırıq, müəllim valideyn münasibətlərinin səmərəli qurulması üçün hansı addım şərtdir? Valideynin rəyini nəzərə almadan yalnız öz bildiyini tətbiq etmək, bu əlbəttə ki, doğru olmayacaq. Açıq, qarşılıqlı hörmətə əsaslanan mütəmadi və effektiv məlumat mübadiləsi aparmaq, elə bu da doğrudur. Digərində deyir ki, valideynə yalnız şagirdin negativ davranışları haqqında, xeyr, ümumiyyətlə, ötən dərslərimizdə də demişəm ki, valideynin negativ davranışlar haqqında, yəni, ancaq o haqda məlumat verəndə valideyn ümumiyyətlə müəllimdən uzaqlaşacaq, məktəb mühitindən uzaqlaşacaq. Valideynlərlə yalnız valideyn iclaslarında görüşmək, xeyr, yalnız bu olmamalıdır. Elə B variantı doğru cavab olacaq. Baxırıq digərinə, müəllim valideyn əməkdaşlığının şagird inkişafına təsirində ən mühüm amil hansıdır? Deməli, burada da valideynlərin yalnız maddi dəstəyindən, xeyr, maddi dəstəyindən istifadə etmək, bu doğru yanaşma deyil. Müəllimin bütün məsuliyyəti valideynin üzərinə atması, bu da yanlış yanaşmadır. Şagirdin gələcək inkişafı üçün valideynin rəyinin dəyərləndirilməsi və birgə fəaliyyət, elə doğru cavabımız da bu olmuş olacaq. Bəli, müəllimlər, sizlərə dəstək məqsədi ilə növbəti müsahibə sertifikasiya, daha doğrusu suallarını sizlərlə paylaşım etdim. Və ümid edirəm ki, sizlərə faydalı oldu və müəllimlər, qeyd etdiyim kimi, hansı mövzulardan daha çox suallar düşəcək, o mövzulara daha çox testlər edin. Bildiyiniz kimi, son günlərdə oxumaqdan çox, daha çox testlər edin, üstünlüyü testlərə verin və testlər etmək istəyən müəllimlər də, əlbəttə ki, sınaq işləmək istəyən müəllimlər də, yəni sınaqlar da əldə edə bilərsiniz. Qeyd olunan nömrə ilə əlaqə saxlayıb, həmçinin də müsahibə dərslərimizə qoşulub, müsahibə dərslərimizdən də yararlana bilərsiniz. Qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm bizi dinlədiyiniz üçün.